pronoun bilirik ki, şəxs əvəzlikləridir. İki yerə bölünür. Adlıq, adlıq hal, bir də obyekt hal. Adlıq hal adından da bəllidir. Cümlədə nə rolunda çıxış eləyər sizcə? Adlıq hal nə rolunda çıxış eləyər? Mübtəda. Cümlənin mübtədasıdır. Mübtəda harda çıxış eləyir? Cümlənin harasında dayanır? Cümlənin düz əvvəlində dayanır. Bəs cümlənin ortasında adlıq hala rast gəlmək olarmı? Nə vaxt gəlmək olar? Gəlmək olar. İkinci cümlədə bağlayıcıdan sonra mübtəda rolunda yenə də. Yəni mürəkkəb cümlədə iki cümləni bir-birinə nə bağlayır? Bağlayıcı. Bağlayıcıdan sonra tezdən mübtədaya rast gəlir deyə yenə də. Məsələn, because I, as she, so he, bu formada rast gəlmək olur. Yəni bir də sual cümlələrində, məsələn, where are they? Onlar haradadır? Və yaxud da doesn't he? Tag questionlarda cümlənin sonunda rast gəlmək olar. Deməli, adlıq hal cümlədə nə rolunda çıxış elədi? Mübtəda. Rolunda olanlar hansılardır? İki yerə bölünür. Tək, cəm. Təklər bunlardır. I, deyin görüm. He, she, it. Bax, bunlar təklərdir. Cəmlər? We, you, they. Bunlar isə cəm şəxslərdir. Bunlar tək şəxslər və cəm şəxslər. Deməli, I, you, he, she, it təklər, we, you, they cəmlərdir. Cümlənin harasında dayandı? Cümlənin düz əvvəlində dayanır adlıq hal, mübtəda rolunda çıxış edir və sual verərkən bunlara who, kim, insana, what isə cansız əşyaya sual verilir. Burada cansız əşya bir itdir, bir də onun cəmi they, onlardır. Bu ikisi cansız əşyadır. Amma I, you, we, you, bu mən, səndir burada, he, she, tək, o, we, biz, you, siz. Bunlar isə insana bağlıdır. They həm insanı əvəz eləyir, həm əşyanı əvəz eləyir. Ona görə bu cansız da ola bilər, insan da ola bilər. Yəni, who ilə də sual verə bilərsiniz, they-yə, what-dan da sual verə bilərsiniz. Oldu? Bu oldu bizim cümlədə adlıq hal və cümlədə mübtəda rolunda işlənən şəxs əvəzləri. Keçdik obyekt hala. Biz demişdik ki, şəxs əvəzi iki yerə bölünür, adlıq, obyekt. Obyektdə I məndir, mənə məni, me. You səndir, sənə səni, you. He olur uşaqlar, him. Qadın she olur, her. Cansız it olur, it. We olur, us bizə, you. You olaraq qalır, they, them. Bu isə uşaqlar şəxs əvəzliyinin obyekt halıdır. Burada me, you, him, her, it təklərdir. Us, you, them cəm formalardır. İndi siz mənə deyin, görün. Burada hansı şəxs əvəzinin hansı formasıdır ki, həm adlıq haldır, həm obyekt haldır? You, bəli. Və itdir. Baxın, you, it. Dəyişmədi bunlar. Deməli, test eləyərkən, siz cümlənin əvvəlində nöqtələr gəlmişdisə, siz onda bu obyekt halı verə bilməzsiniz. Oldu? Siz şəxs əvəzinin adlıq halından istifadə edəcəksiniz. Yox, cümlənin ortasında tamamlıq xəbərdən sonra gəlmişdirsə, tamamlıq rolunda işlənibsə, nabarot obyekt halı verəcəyik o zaman. Amma, məsələn, cümlənizdə variantlarda I, he, she, they varsa, we varsa çıxardırsınız da onlar testlərdə. Amma itdən you-ya toxunmuruq. Çünki onlar həm obyekt haldır, həm adlıq haldır. Yəni, onlara yaşıl işıqdır. Hər yerdə istifadə oluna bilər. Bax, boşluqlar cümlənin əvvəlindədirsə, biz hansı halı verəcəyik? Adlıq halı. Bəli, burada adlıq haldan istifadə edəcəyik. Adlıq halı oldu ki, təklər I, you, he, she, it, cəmlər we, you, they. Amma ikinci cümlədə, məsəl üçün, xəbər, birinci yerdə həmişə cümlədə ingilisində mübtəda gəlir, sonra xəbər gəlir. Xəbərdən sonra nə gəlir uşaqlar? Tamamlıq. Tamamlıq da bizdə nə idi? Hansı formaydı? Obyekt hal. Object, yəni form. Yaxşı, onda biz burada nə verməliyik onda? Me, you, him, her, it, təklər, us, you, them, cəmlər. Başa düşdünüz? Bunlardan istifadə edəcəyik. Üçüncü biz qaydaya nəyə fikir veririk? Tutaq ki, bizdə bir dənə feildir, yəni xəbər və sonra nöqtələrdir,
Sonra ikinci bir feil gəlib. Bu zaman biz nədən istifadə edəcəyik? Obyekt haldan. Yəni iki feilin ortasında biz obyekt haldan istifadə edirik. Yəni obyekt hallar hansı oldu? Me, you, him, her, us, you, them. Məsəl üçün let nöqtələr go home. Baxın. Let feildir, bilirsiniz? Go da feildir. İki feilin arasında biz hansı formalar istifadə edirik? Obyekt hal. Məsələn, let him go home. Qoy evə getsin. Başa düşdünüz? Üçüncüsü biz bayaq dedik ki, xəbərdən sonra yenə obyekt halı veririk. Yəni bir dənə feil də olsa. Məsəl üçün deyirəm ki, take tutaq nöqtələr home. Onları evə apar. Bax, take götür. Xəbərdir də, düzdürmü? Feildən sonra nə gələcək? Yenə obyekt hal. Məsələn, take them, onları home, evə apar. Başa düşdünüz? Dördüncü qaydamızı buradan qeyd edin. Dörddə nədir? Söz önləri. Bəs söz önləri nə istəyir? Söz önləri də bizdən obyekt hal istəyir. Məsələn, mənimlə deyək, with me. With me. Məsələn, və yaxud da for her, onun üçün. Görürsünüz, söz önlərindən sonra yenə də əgər cümlənizdə istifadə olmuş testlərdə nöqtələrdən əvvəldə söz önü dayanarsa, söz önündən sonra dərhal obyekt haldan istifadə edirsiniz. Amma tutaq ki, söz önü gəlib with, sonra nöqtələr isim var. Məsələn, mother, ana. O zaman with me deyəmirik söz önləri. Bəli, onda yox, yiyəlik əvəzi veririk. With my mother, anamla. Yəni isim var deyə biz isimlə işlənən yiyəlik əvəzindən istifadə edirik. Amma isim olmasaydı söz önündən sonra nə verərdik? Obyekt hal. Me, you, him, her, us, you, them.